Anama məktub. 1985-ci ildə Moskvada Maksim Gorki adına ədəbiyyat institutunda təhsil alırdım. O vaxt Laçın da var idi, kəndimi zəhmətlidir. Anam da. Anam da tez-tez yuxuma girirdi. Ona bir şeirli məktub yazmışdım və həmin şeir rayon qəzetində də çap olunmuşdu. Anam da bu şeiri əzbərləmişdi. İndi isə nə Laçın var, nə o dağlar, nə də anam. Anam yaman qəribsiyib. Üzüm dağları, dağları. Alışdırıb yandıracaq közüm dağları, dağları. Mən ruhumu azdırmışam, bir qayadan astırmışam. Orada bir dərd bastırmışam, qazın dağları, dağları. Könlüm yanır söz yerinə, qor tökülüb köz yerinə, sinəm üstə saz yerinə, asın dağları, dağları. Buludlar baxsın üzümə, şümşürüt çaxsın üzümə, yaramın göynək üzünə, basın dağları, dağları. Düşdü bir işıq yuxuma, gəldi yaraşıq yuxuma, anam qarışıq yuxuma, yozun dağları, dağları.